Bizimkindən də çox Gecikmiş arıçılar var ki, başlatmışam. Gecikmiş arıçılar var ki, görür ki, bu cür qanadın yeyir. Dedik ki, qanadın görürsənsə yeyilib, bu cür tam gecikmişsən demək. Bəs bu ərəfədə nə etməlidir bu adam? Yaxşı olarmı bu baldan əlini üssün, başlasın buna ximiyalar tətbiq eləsin, neynəsin? qərar verməlidir birinci növbədə siz dediyiniz kimi. Sənə nə lazımdır? Arı lazımdır, yoxsa bal lazımdır? O da asan qərar deyil, yəni sizə deyim. Çünki xətə mən adamlar görmüşəm, çox da asan qərar deyil. Bal da götürür, elə dərman da verir. O tip də var. O da bir üçüncü bir tipdir də. Amma əgər mən olsam, görsəm ki, artıq vəziyyət kritikə doğru gedir, mənim üçün ən asas rahat qərar bu olacaq ki, mən dərhal yeşiklərə baxacağam, ağzı bağlanmış peçatlı balların hamısını dərhal çıxardır, dərhal müalicəyə başlayacam. Onu gözləməyəcəm. Yəni, nə var? Mənimdir, qalan təcili müalicə. Çünki arını itirməyin hesabı daha bahadır. Çox bahadır. Bugünkü gün arı ailəsinin qiymətləri yəni 150 manatdan 300 manata qədər müxtəlif cür dəyişir. İndi kim necə şey eləyir, o barədə müzakirə o deyil. Amma sizin sualın cavabı, dərhal müalicəyə başlamalısın. Sonrası yoxdur bunun. O sənin bu arada yeganə çıxış yolundur. Bəs ən rahat tapılan bunun müalicəsi nələr olması, preparatlar? Mən nə eləyərəm? Əgər arının gücü hələ qaydasındadırsa, dərhal ananı izolyatora salaram. Dərhal. Ki, müalicə salandan sonra da gözləmərəm, bala çıxacaq qutaracaq. Birinci, arının üstündəki gənəni çalışaram azaldım müalicə ilə. Dalınca gözləyərəm, axırıncı bala çıxan kimi bir də müalicə. Çünki başqa cür o arada bunu qutara bilməyəcəksən. İzolyatordan ancaq qutara bilərsən. Necə ki, mən hər il izolyatoru tətbiq edirəm 2 dəfə. Bir dəfə tətbiq baş verir iyul ayında. Yəni, mən arını salıram izolyatora, iyul ayının 10 ərəfəsində salıram. Avqust ayının 5 ərəfəsində buraxıram ananı və buraxan kimi dərhal bir dəfə müalicə edirəm, bir həftədən sonra təkrar müalicə, oksalik sublimasiya edirəm. İkinci müalicəni, ikinci izolyatora salma məndə baş verir noyabr ayında. Noyabr ayında arı gedir izolyatora, bir də fevral ayında çıxır. Arı zəifləyə bilir, bəli. Ana ölümləri ola bilər, bəli. Amma mən aranda yaşayıram. Hətta dəyişmələr. Məndə ana yumurta qoymadan dayanmır. Yeşiyə gəni artma bir problem olur. Arılar özlərini yorur İlxan müəllim. Aydındır. Ana bala yetişdirməklə. Qışda yetişən baladan nə çıxacaq ortalığa? Dekabr ayında yetişən bala nə olası da axırda? Ona görə salıram izolyatora, fevral ayının 1-dən etibarən buraxıram. Və bu izolyatora noyabrda girib deyə mən arı yarım klubda olan vaxtı, yarım klubda tam sıxılı vəziyyətdə yox, yenə sublimasiya ilə müalicə aparıram. İstəmirsən sublimasiya ilə, elə BP ilə, özün bilərsən. Yəni, o akvaflo ilə elə, yəni nə ilənsə elə. Çünki o ərəfədə elədiyim yenə də müalicə avqustdakı kimi 98, yox, əstəğfurullah, bu vaxtda elədiyim müalicə 98 effekt verir. Avqustda elədiyim 90%-ə qədər effekt verir. Niyə soruşa bilərsiniz, niyə? Çünki avqustda qıraqdan gənə miqrasiyası yüksək səviyyədə olur. Qıraqdan da gənə gələ bilir sizin yeşiyə. Qonşu eləməyibsə, avqustda o sizdədir. Aydındır. Amma yanvarda bu sizə gəlib çıxa bilmir. Ona görə bu müalicənin ikisi də kritikdir. Yəni, mən qane elədi, cavab ya yox. Başqa? Başqa? Təşəkkür. Sağ olun. Qulaq asırlarsa, səbir eləyiblərsə, İnşallah xeyir olar. sağ olsunlar ki, qulaq asırlar. Sağ olsunlar. Siz sağ olun. Oldu.